Dayanın. Əgər bu 3 əlamət varsa, o insanlara kömək etməyin. Hansı şəraitdə olur olsun. Birinci, həmişə başqası günahkardır. Yəni, həmin insan həyatında baş verən bütün problemlərin səbəbi yoldaşıdır, dostudur, iş yoldaşıdır, nə bilim, baş verən yəni bütün problemlərin səbəbi başqalarıdır. Bu insan heç bir zaman problem özündə görməz. Narsist şəxsiyyət pozuntuları və davranışında görməz, düşüncələrində görməz və dəyişmək istəməz. Və bu insana nə qədər terapiya etsən də, nə qədər dəyiş desən də, məsləhət versən də, dostu da versə, yoldaşı da, ətrafında olan insan heç bir zaman bu insanın duyğu, düşüncəsi dəyişmir. İkinci, axırda bir yox deyin, hərəkətə deyin ki, yox, bunu edə bilmərəm, bu alınmaz. Tələbi olacaq günahlandırma, avtomatik günahlandırmaya keçəcək. Niyə etmirsən? Edə bilərdin, alına bilərdi. Yəni, avtomatik bu insan günahlandırma edəcək. Hansı ki, ona verdiyin sevgi, dəyəri bir heç edir bir anda. Borderline avtomatik şəxsiyyət pozuntusu. Və yəni, sən buna nə inəsən də ən kiçik bir xırda bir şey böyük bir sevgini məhv edəcək. Üçüncü halda, həmin insana sən nə qədər yol göstərsən, desən ki, pul kanalın, pulun, işin bu yoldan gedərsənsə, sənə aid olan risklər aktiv olar, işində, həyat tərzində. Sən ona yol göstərirsən, sən ona həyat tərzini dəyişdirirsən və bir müddət yəni onu almır, sənə o yenidən fırlanır, gəlir sənin yanında ki, bu yenə əvvələ qayıtdı, olmadı. Çünki o insana göstərdiyin yolu yox, sənin risklarına lazımdır. Ona göstərdiyin onun resursları aktiv olmur. Çünki həmin an sənin resurslarını uğurlamaqla məşğuldur. Yəni ona sənin pul kanalı lazımdır, ailə münasibətlərin, iş münasibət, sənə aid olan bütün resurslar lazımdır. Ona öz resursu lazım deyil. Daim başqalarını uğurlamaqla məşğul olur bu insan. Sən geyim tərzi, həyat tərzi, sənin evin lazımdır ona, sənin işin lazımdır, sənin maşının lazımdır, sənin pulun lazımdır, sənin kollektivin lazımdır. Bu insanlara sən daha təkrar kömək etdikcə sənin cibindən gedəcək ödəniş. Necə gedir bu? Bu sənin enerji, sən xəstələnməyin, sənin resursların sıfırlanacaq, sənin həyatında bir böyük bir çətinlik yaşayacaqsan, işində, nə bilim, həyat tərzinin hər yerində çətinlik yaşayacaqsan. Bu insanların enerjiləri bağlıdır, blokdur, açmaq istəmirlər, açılmağına imkan vermirlər. İşlənsə də, getsə də, çünki onların ilahi enerji kanalları bağlıdır, negativə işləyir, pozitivə işləmək istəmirlər, ancaq uğurluq enerjisindən məşğuldur. Nə qədər işləsən də aktiv etmək istəmirlər. Ona görə də nə etmək lazım? Bu insanları öz problemləri ilə tək qoymaq lazımdır. Başa düşməlidirlər ki, bu problem onlarda var və nə üçün bunları yaşayırlar və ilahi bir bağ qurulsun, Allahın 7-ci çakra ilə bir enerji kanalımızı düşünsün ki, niyə Allahla bağı kəsilibdir, Allahla bir enerji kanalı yoxdur. O problemin içində qalandan sonra tək və yolunu tapanda, düşünəndə o zaman ona kömək edə bilirsiniz. Yoxsa əks halda sizin təkrar eyni resurslarınızı uğurlamaq üçün sizə döngü edəcək və o insan, yəni əlində bitən kimi yenidən aktiv, əlindən bitən kimi yenidən aktiv gələcək sizi soğurmağa, sizin həyat tərzinizə alt-üst etməyə. Ona görə də çalışın bu tip insanları qəbul etməkdən, ünsiyyət qurmaqdan, həyatınızdan çıxardın ki, təkrar özünüzə pislik etməyin. Bu qədər. Təşəkkür edirəm.